Salam əziz şagirdlər, Incredible Journeys Unit 1 inanılmaz səyahətlər mövzusunda izahı verəcəm iş dəftərindən. Language reference, past simple or regular and irregular verbs, questions and answer. Şagirdlər, biz bilirik ki, keçmiş sadə zaman, past simple tense form, qaydalı və qaydasız feillərdən düzəlir. Feillər feilin sonuna et şəkilsi artırmaqla, qaydasız feillər isə tərkibindən dəyişməklə düzəlir. Biz qaydasız feillərin siyahısını mütləq əzbər bilməliyik. Çünki bəzi qaydasız feilləri var, onlar tərkibindən tamamilə dəyişirlər. Yəni 3 formada dəyişən var. Tərkibindən dəyişməyən qaydasız feillər var və tərkibindən 2 cür dəyişən qaydasız feillər var. Biz bu siyahını mütləq əzbərləməliyik. Bütün qayda kitablarında, o cümlədən məktəb dərsliklərinin arxasında həmin qaydalı, qaydasız feillərin siyahısı olur. Yes, no questions. Bəli, yox sualları ümumi sual cümlələridir. Did I tell you? Mən sənə dedim. Did you drive to the beach? Çimərliyə maşın sürdün. Sən çimərliyə sürdün. Did he, she, it arrive? O çatdı. Did we eat there? Biz orada yedik. Did they get off the train? Onlar qatardan düşdülər. Yes, no questionslərə biz short answer-lə bəli və yaxud yox cavabı verməliyik. Yes, I did, bəli. No, I didn't, xeyr. Yes, you did, bəli. No, you didn't, xeyr. Yes, he, she, it did. No, he, she, it didn't. Yes, we did. No, we didn't. Yes, they did. No, they didn't. WH xüsusi sual cümlələri. Where did you get on the bus? Sən avtobusa harada mindin? At the station, stansiyada. How did she get there? O bura necə gəldi? She walked, piyada gəldi. When did they go home? Onlar evə nə zaman getdi? At 9 o'clock, saat 9-da. Əziz şagirdlər, onu qeyd edim ki, xüsusi sual cümlələri xüsusi cavab tələb edən sual cümlələridir və bu zaman biz keçmiş sadə zamanın xüsusi sual cümləsini düzəltmək üçün diddən istifadə edirik. İstəyir et şəkilsi qəbul etmiş, istərsə də tərkibindən dəyişərək qaydasız feillərlə düzələn keçmiş sadə zamanın həmişə sual cümləsində istifadə edildikdə sadə formada, yəni məsdər formasında işlədilir. Toolsuz məsdər formasında işlədilir. Could or ability in the past. Could modal feili keçmişdə, affirmative təsdiq, negative inkar, yes, no questions sual cümlələr, short answers qısa cavab. Could ride a bike at that age. Mən o yaşımda velosiped sürə bilirdim. I couldn't drive a car then. Mən o zaman maşın sürə bilmirdim. Could I walk at that age? Mən o yaşımda yeriyə bilirdim. Yes, I could. No, I couldn't. Bəli və yaxud da xeyr. You could kick a ball when you were 2. Sənin 2 yaşın olanda sən topu vura bilirdin. You couldn't speak English. Sən ingiliscə danışa bilmirdin. Could you ski? Sən xizək sürə bilirdin. Yes, you could. No, you couldn't. Xeyr və yaxud da bəli. He, she, it could run fast. O sürətlə qaçır. Kişi, qadın və cansız. He, she, it couldn't throw. Could he, she, it swim? O cansız və yaxud qadın üzə bilir. Yes, he, she, it could. No, he, she, it couldn't. We could take the bus to the campsite. Biz kampa avtobusla gedə bildik. We couldn't remember her name. Biz onun adını xatırlaya bilmədik. Could we get off the train there? Burada qatardan düşdük. Yes, we could. No, we couldn't. They could have dinner in a restaurant. Onlar restoranda nahar edə bildi. They couldn't find a supermarket. Onlar supermarket tapa bilmədi. Could they surf? Onlar surfing edə bildiyi sual verir. Yes, they could. No, they couldn't. Xeyr, bəli və yaxud da xeyr. Could and couldn't
to talk about ability in the past. Transport nəqliyyat növləri airplane, təyyarə, boat, qayıq, car, maşın, ferry, böyük gəmi, motorbike, motosiklet, scooter, taksi, underground, metro, van, furgon. Transport verbs. Nəqliyyat vasitələrindən istifadə olunan feillər. Bird, an aeroplane. Drive a car. Get off the train. Get on, take the train. Miss the bus. Ride a bike. Wait for the bus. Kəbləri lüğət. Find a transport words. 8 nəqliyyat növünün adını tapaq. Airplane 1, scooter 2, underground 3, ferry 4, boat qayıq 5, sonra car 6, bike 7, taksi 8. Label images 1-6 with the word below. Biz bu şəkilləri yuxarıda göstərilən sözlərlə birləşdirəcəyik. Birincidə scooter, ikincidə underground, motorbike, 4'də ferry, airplane 5'də, van'da 6'da. Keçək 3-cü tapşırığa. Put the letters in the correct order and complete the sentences. We boarded the airplane at 9:30 a.m. Did you take the bus to the shopping center? We were late and missed the train. A lot of people drive their children to school. Raphael is only 3 years old, but he can ride a bike. We waited for the bus for an hour. I usually get off the train at Oxford. 4. tapşırıq. I am waiting for the bus. She drives a blue car. Get on the next train. I ride my bike to school. They boarded the airplane in New York. 1. tapşırıq. Complete the mini dialogues with 1 or 2 words. 1 veya 2 sözden istifadə edərək kiçik diyalogu tərtib edəcək, tamamlayacaq. Did you add salt to the beans? Sən lobiyaya tuz töymüsən? No, I didn't. 2. Did they remember the food? Onlar yeməyi xatırlaya bildi. Yes, they did. Bəli. Did Bruno miss the ferry? Yes, he did. Bruno gəmiyə gecikdi. Bəli. Where did Maria go? Maria haraya getdi? She went to Spain. O İspaniyaya getdi. When did James and William arrive? James ve William ne zaman çatdı? They arrived yesterday. Dünən çatdı. 2. tapşırıq. Put the words in the correct order. Deməli, biz sözləri düzgün formada, sual formasında tərtib edəcəyik. 2. tapşırıqdan başlayaq. 1-cinin nümunəsi verilib. Did he walk to the bowling alley? How did she cook the fish? Where did they watch the film? How did you get to school? When did Takuma go to bed? Dialogue with could and couldn't. Meryem, could you do your math homework last night? Meryem, sen dünən ev tapşırığını edə bildin. Leyla, I could do the first 3 questions. They were easy. Mən dünən ilk 3 sualı tapa bildim. Onlar çox asan dedi. But I couldn't do questions 4 and 5. I didn't understand them. Lakin 4-cü və 5-ci sualları tapa bilmədim. Çünki o çox çətin idi.
All the questions were too difficult for me. Bütün suallar mənim üçün olduqca çətin idi. I couldn't do one question. Why couldn't you ask your dad to help you? He is good at math. Niyə sən atandan kömək istəmədin? O riyaziyyatı yaxşı bilir. Məryəm. He wasn't at home last night. O dünən gecə evdə yox idi. I couldn't ask him. Tek dördüncü tapşırığa complete the sentences use could or couldn't and the verb below. Göstərilən fiillərdən istifadə etməklə, could və couldn'tdan da istifadə etməklə cümlələri tamamlayacaq. I couldn't drive a car when I was in France. Mən Fransada olanda maşın sürə bilmədim. We couldn't go horse riding last weekend. Biz keçən həftə at sürməyə gedə bilmədik. At my first school, I could wear trainers and jeans. Mən məktəbdə, əvvəlki məktəbimdə, birinci məktəbimdə idman ayaqqabısı və cins geyinə bilirdim. My mom could speak French and English when he was 10. Anam 10 yaş olanda Fransızca və İngiliscə danışa bilirdi. Richard couldn't ride her bike after her accident. Deməli, Richard qəzadan sonra velosiped sürə bilmirdi. When we lived in London, we could take the underground to school. Biz deməli Londonda yaşayanda metro ilə məktəbə gedirdik. İndi keçək 29-cu səhifə. Reading, oxu. In the summer of 2019, a 16 years old girl called Grete Thunberg traveled on a boat from the United Kingdom to New York. The journey was over 4,800 kilometers and took 15 days. 2019-cu ilin yayında 16 yaşında Grete Thunberg adlı bir qız Birləşmiş Krallıqdan New York'a qayıqla səyahət etdi. Səyahət 4800 kilometr idi və 15 gün davam etdi. Why did Grete Thunberg go to the New York? Niyə Grete Thunberg New York'a gedirdi? Wanted to go to an important conference there on climate change. O deməli, iqlim dəyişkənliyi ilə bağlı vacib konferansa getmək istəyirdi. Why did she travel by boat? Niyə görə o qayıqla səyahət etdi? Grete didn't want to travel by airplane because airplanes are one of the causes of climate change. O təyyarə ilə ona görə getmək istəmədi ki, o fikirləşirdi ki, təyyarələr iqlim dəyişkənliyinin ən vacib səbəblərindən biridir. When did she arrive in New York? O New York'a ne zaman çattı? Grete arrived in New York on 28 August. O 28 Avqustda New York'a çatdı. Did she travel with friends or family? O ailəsiyle səyahət edirdi, yoxsa dostları ilə? Her dad traveled with her. Onun atası onunla səyahət edirdi. Did she enjoy the journey? O səyahətdən zövq aldı. Yes, Grete couldn't take a shower. There wasn't a bathroom or even a toilet on the boat, and there wasn't kitchen or a bathroom, but she liked being on the boat. When Grete arrived in New York, hundreds of people came to meet her. Bəli, Grete heç bir vaxtı çimə bilmədi qayıqda olarkən. Çünki orada hamam yox idi, orada mətbəx, yataq otağı yox idi. Lakin buna baxmayaraq o qayıqda olmaqdan xoşu gəldi. When Grete New York'a çatanda onu yüzlərlə insan qarşılamağa gəldi. New York'a çatanda onu yüzlərlə insan qarşılamağa gəldi. Tapşırıq 1-də What is it? Information on an education website. İkincidə what it is about? A long boat journey by a young girl. Bir qız tərəfindən uzun səyahətdən getdi söhbət. İkinci tapşırıq. Read the text and write true or false next to the statement. Deməli, mətnə əsasən biz burada göstərilən cümlələrin səhv və ya doğru olduğunu
bildirəcəyik. Greatest journey started in New York. New York'da başladı. Xeyr. United Kingdom'dan başladı. Great was on the boat for 15 days. True. She was on holiday. False. One member of her family was with her on the boat. True. Great took a lot of shower on the boat. False. Great didn't enjoy the journey. False. İndiki üçüncü tapşırığa right answer to the question suallara cevap verəcəyik. What time of year was the journey? It was summer. How old was Great when the journey started? 16 years old. What distance did the boat travel? 1,800 kilometers. What was the conference in New York about? About climate change. What faculties didn't the boat have? There wasn't a bathroom or even a toilet on the boat, and there wasn't kitchen or a bedroom. How many people came to meet Great when she arrived in New York? Hundreds of people. Language in context, past simple or regular and irregular verbs, questions and answer. Qaydalı və qaydasız feillər, suallar və cavab. Birinci tapşırıqdakı cümlələri A, B, C, D, E, F ilə birləşdirəcək. Alisa, did you sleep on the plane? No, I didn't. Xeyr, yata bilmədim çünki narahat idim. Where did they go? Onlar hara gedir? They went to New Zealand. C ilə birləşəcək. Did Maria walk across the USA? Maria deməli bu ayla birləşdiriləcək. She didn't. She cycled. O velosiped sürdü. When did John start the journey? Journey səyahətə nə zaman başladı? E ilə birləşdirəcək. On the 4th of June, I think. Düşünürəm ki iyunun 4-ündə. Did the train stop at every station? Yes, it did. Bəli, it was very slow. O hər stansiyada dayandı çünki yavaş gedirdi. Did you all go on the trip? Yes, we did. It was fun. Biz hamımız getdik. Çox əyləncəli. İkinci, did she start her journey in the United States? No, she didn't. She started it in Canada. Journey finished in France. No, it did. It finished in Northern Ireland. Did it take a long time? Yes, it did. It took 14 hours, 56 minutes, but it was a record. Did she have any problems? Yes, she did. The weather was really bad. The questions and answers in the dialects. Use the prompts. Did she walk to work? No, she didn't. She took the underground. Did they miss the bus? The bus was late. Did you take a big suitcase? Yes, I did. I had a lot of clothes. What time did the train arrive? It was 10 o'clock. How did you get to the station? We took a taxi. Language in context 2. Could for ability in the past. Complete the sentences with could or couldn't. Could ve couldn't'dan istifadə edərək cümlələri tamamlayacaq. I saw a film about a black mathematician called Katherine Johnson. She worked for NASA and could do math calculations very fast. Mən Katherine Johnson adlı bir qara riyaziyyatçının filminə baxdım. O NASA-da işləyir və riyazi misalları kalkulatordan tez sürətlə hesablayır. The Formula First driver Lewis Hamilton could drive a racing car when he was 13. Bir yarışının sürücüsü Lewis Hamilton 13 yaşında idi. Üçüncü, the classical music composer Ludwig van Beethoven couldn't hear the music he wrote after the age of 44.
Klassik musiqi bəstəkarı Beethoven 44 yaşından sonra bəstələdiyi, yazdığı musiqiləri eşidə bilmirdi. 4-cü, the famous actress Karen didn't read when she was 7. She has got Jack's legs. Deməli, məşhur aktrisa 7 yaşında ikən oxuya bilmirdi. 5-ci, people say that Cleopatra, the last pharaoh of ancient, could speak 9 language. İnsanlar deyir ki, qədim Misrin sonuncu fironu Kleopatra 9 dildə danışa bilirdi. 6-cı, for the last 30 years of his life, the physicist Stephen Hawking couldn't speak without a computer. Fizik Stephen Hawking həyatının son 30 ilini kompütersiz danışa bilmirdi. 2-ci, complete the text about a musical use could or couldn't and the verb below. Göstərilən sözləri could və ya couldn't-dan istifadə etməklə cümlələrdə tamamlayacaq. The musician Stephen Wonder couldn't see because he went blind as a baby, but he had amazing musical talent. Musiqiçi Stephen kör idi və o balaca uşaq ikən musiqi istedadına malik idi. His family was poor. Onun ailəsi çox kasıb idi. So Stephen couldn't have music lessons. Buna görə də Stephen'ın musiqi təhsili yox idi. But Stephen taught himself. Lakin o özünü öyrətdi. By age 11, he could play piano, harmonic and drums and he wrote. Lakin 11 yaşı olanda o piano və harmonika, nağara çalmağı bilirdi. He could sing songs too in a lot of different musical styles. O müxtəlif musiqi templərində mahnı oxuya da bilirdi. He had his first hit at the age of 12 and after that he could give money to his family. 12 yaşı olanda ilk pulunu qazandı və beləliklə də ailəsinə pul göndərə bilirdi. Stephen said he was a happy child. O deyirdi ki, o xoşbəxt bir uşaq idi. Because he was blind, he couldn't go out, but he could use his imagination to go play. What is the words to make questions with could, then write the answer using the prompts. Yeri dəyişilərək verilmiş sözlərdən sual cümləsi tərtib edirik və onlara cavab veririk. Keçək ikinci cümləyə. Could people use computers 50 years ago? İnsanlar 50 il əvvəl kompüterdən istifadə edə bilirdi. No, they couldn't. Could Van Gogh paint well at school? Van Gogh məktəbdə yaxşı şəkil çəkə bilirdi. Yes, he could. 4-cü. Could you ride your bike to school, Grandma? Yes, I could. Could Usain Bolt run fast when he was little? Yes, he could. Could you play the piano last year? No, I couldn't. Şagirdlərin növbəti izahlarda görüşmək ümidi ilə 6-cı sinif ingilis dili dərsliyi ilə bərabər 6-cı sinif ingilis dili dərsliyi üzrə iş dəftərində izahlarını sizə təqdim edəcəm. Sağ olun, salamat qalın. Bye bye.